Əziz tamaşaçılar, biz gəldik. Dəyərli sənətkarımız, xalq artistimiz Zaur Ruzayevin yaşadığı mənzilin qarşısına. İndi qapını döyək, görək bizi kim qarşılayacaq. Bakery Streetdən də gözəl bir tortumuz. Qapını döyək. Dəyərli sənətkar, xoş gördük. Hoş gördük, hoş gördük. Necəsiz? Sağ olun Zərcim. Efir elə bir şeydir ki, orada insanın müsbət əməl tərəfləri hamısı göstərilir. Siz də bunu çox bacarıqla, çox sevgi, məhəbbətlə, ürək dolusu məhəbbətlə bunu icra edirsiniz. Mən də buna görə sizə minnətdaram. Var olasın. Allah sizin canınızı sağ eləsin. Sağ olun. Bakery Streetdən gözəl bir tort götürdüm. Gəldim Sağ sizə ki, olsun. bugün sənətkarla maraqlı söhbətlər Çox sağ olasın. Sağ ol, minnətdaram. Torta görə də, musiqimizə görə də. Əvvəla hər şeyin üstündə duran musiqidir. Musiqi elə bir qüvvədir ki, biz ona qidalanırıq. Necə çörəyə, çaya, suya ehtiyacımız varsa, o cürə də musiqiyə ehtiyacımız var. Ona görə daim gözəl musiqi, klassik musiqi, xalq musiqisi, yəni bunlar daim olmalıdır, olsun. Sizlər də xoş gəlmişsiniz. Var olasınız. Gedək əyləşək, söhbətimizi davam etdirək. Çox şadam ki, siz bugün bizdəsiniz və sizin vasitənizlə bütün Azərbaycanı salam deyirəm. Gözəl xalqımıza, gözəl millətimizə, olduqca ürəyə yatımlı proqramlar hazırlayırsınız. Orada musiqinin ən gözəl janrı səslənir orada. Mən də ürək dolusu qulaq açıram, baxıram, sevinirəm. Əlbəttə, musiqi elə bir qüvvədir ki, biz ondan qaça bilmərik. Çünki musiqi bizim həyatımızın bir hissəsidir. Nə qədər ki, çaya, çörəyə, yeməyə ehtiyac var, o qədər də musiqiyə ehtiyac var. O qədər də musiqiyə sevgi var. Ona görə musiqi hər zaman yaşayır, yaşayacaq və nə qədər musiqilər gələrsə, gedərsə, bizim klassik musiqimiz başladı. Ona görə də mən sizlərin gəlməsin çox xoş arzularla qarşıladım. Neçə ay öncə verişə çıxmışdınız sənətkar? Mən inanırsınız, biraz səhətimdə problemlər var. Bir 6-7 aydır mən evrə çıxmıram. Daha doğrusu çağırırlar məni çox ki, efirdə ol, efirdə görün. Efir elə bir şeydir ki, insanı tam mənada təqdim edir. İnsanın kimliyini təqdim edir. Mən həyatım boyu, yəni həyatımın çox hissəsini musiqinə məşğul olmuşam. Profesional musiqi ilə, yəni Xan Şunskinin sinifini qutarmışam. Hacı Hüseynovun muğam sinifini qutarmışam. Asaf Zeynallını texnikumunda oxumuşam. Sonra konservatoriyanı bitirmişəm. Yəni, üstbəüst mənim 15 il musiqi savadım var. Yəni, bu musiqi savadı aldıqca insan musiqiyə bir o qədər də bağlanır. Mən də bu musiqiyə qədər bağlıyam ki, yaxşı musiqiyə. Oxuduğum anlar da hamısı bilinir, göz qabağındadır. Yəni, heç vaxt diringi oxumamışam. Ucuz mahnının dalıcan getməmişəm. Ucuz geyinməmişəm. Ucuz hərəkətlər eləməmişəm. Bütün hər hərəkətimdə yəni istəmişəm ki, birinci olum. İstər geyimim olsun, istər oturuşum olsun, istər duruşum olsun. Mən hər zaman özümə nəzarət eləmişəm. Və necə ki, musiqimizə nəzarət edirəm. Musiqi də bizim sevilən, Allah tərəfindən bu xalqa verilən gözəl bir duyğudur ki, hansı ki, onu Üzeyir bəy yazıb. Köroğlu operasın, hansı ki, Fikrət Əmirov
Sevil operasını yazıb. Bunlar Cahangirov, Ramiz Mirişli, Elza. Bax, bu mahnıların hamısını mən oxumuşam. Yəni, indi bu dəqiqə yəni, mən fasilə götürəcəyik. Amma sizin kimi dostlar məcbur eləyirlər ki, efirdə olum, görünüm. Çünki xalqın buna ehtiyacı var. Xalq gözəl xalqdır. Xalq hər zaman yaxşını, gözəli qəbul edir və ona musiqisinə imza atır. Zaur bəy, artıq neçə ildir sənətdəsiz? Mən demək olar ki, bu 74 yaşımın 50-dən yuxarısın musiqi ilə məşğul olmuşam. Profesional musiqi ilə. Yəni, dünyanın çox ölkələrində olmuşam. Yaponiyada, İspaniyada, Portugaliyada, Türkiyədə, İraqda, hər yerdə musiqi ilə mən də yaşamışam. Mənim ümumiyyətlə yaşadan musiqi olub. Mənim həyatımın ən ünlü hissəsi musiqiyə bağlıdır. Musiqi də elə bir qüvvədir ki, ondan qaçmaq mümkündür. Musiqisiz həyat yoxdur. Yaxşı təsniflər verirsiniz, xalq musiqisi verirsiniz. Bunlar hamısı keyfiyyət deməkdir. Bunlar hamısı xalqın, millətin, dövlətin demək ki, gələcəyi deməkdir. Ona görə əlbəttə musiqi qaçmaq olmur ki, musiqi Mirzə Babaya 87 yaşına qədər oxuyub. Yəni bu sənət elə bir şeydir ki, bundan uzaqlaşmaq, bundan qaçmaq, bundan kənar durmaq çətindir. O yerə qədər insan oxuyur ki, axırda söz bagajı qutarır, səs qutarır. Amma nə qədər ki, əlində güc var, imkan var, səs var, gərək xalqa xidmət eləyəsən. Mənim bir konsertim var, onu Kazım Sübhani çəkib, biz səhnə əsəri. Bax, orada bütün xalqa mesajdır. O qədər gözəl orada fikirlər söylənib ki, yəni mən özümdən xoşum gəlib açığı ki, çünki hər şey o qədər düzgün danışmışam, dolğun danışmışam. Xalqla elə danışmışam ki, elə bir ki, bu dəqiqə bir yerdəyik, elə həqiqət budur. Yəni ona görə yaşasın musiqi, yaşasın insanlıq, musiqi bizim həyatımızdır, həyatımızın bir hissəsidir. Zaur bəy, bax elə sənətkarlarımız var ki, tarixdə bir mahnı ilə qalıblar, amma maşallah olsun Zaur Rzayevin səhnə fəaliyyətinə nəzər salsaq, saysız hesabsız tarixdə qalan mahnılar ifa eləmisiniz. Hətta bugünkü gənclər belə o mahnılara müraciət edirlər. Mənə maraqlıdır, Zaur bəy o mahnılara müraciət edən gənclərin ifalarını bəyənirmi? Əlbəttə, eləsi var ki, görürsən ki, doğrudan bəyənilir. Məsələn, cavanlardan götürürsən ki, cavanlığım oxuyurlar. Nə qədər gözəldir cavanlığın mahnısı, nə qədər məşhur oldu. Mən onu oxuya-oxuya cavan idim, özüm yaşadı oldum. Yəni, mahnının gücünə bax. Ömrü çiçək qədər oldu, sevinc oldu, kədər oldu. Ne için gəldi, gedər oldu. Kiminlə küstü cavanlığım. Sözlər gözəl, musiqi gözəl, oxumaq gözəl. Bunu mən çox sevə-sevə oxuduğum mahnıdır bu. Raşid Beybi də oxuyub bunu. Yəni, bax, bu mahnı əvəzsiz mahnıdır. Və yaxud hələ 70-ci illərdə cavan uşaq idim, Dilbərim xalq mahnısı oxumuşam mən. O münasibətlə toylarda nə qədər Zaur adı vardı, məndən gəlirdi. Əksəriyyəti oğlu olanda adını Zaur qoyurdu. Qız olanda Dilbərim qoyurdu. Yəni, bax, bu mahnılar tarixdir bunlar. Sevgili Canan, sənsiz, Bərbax indi ifa edəcək burada onu, xalq mahnısı. Yəni, xalq mahnıları var ki, o qədər gözəl, o qədər mükəmməldir ki, inan, mən özüm oxuduğuma görə yox. Yəni, mən özüm qulaq asdıqca ona vuruluram ki, ilahi, mən bunları nətər oxumuşam.
necə çatdırmışam. Necə yəni belə o dövrdə, o qaça-qaçda, yaxşı mənada hər şey mükəmməl olduğu bir vaxtda mən bu mahnıları nə yaxşı ki oxumuşam və oxuyuram da. Ramiz Ürüşlünün Oxu Bülbül oxumuşam. Nə bilim, Elza xanımları oxumuşam. Yəni, əsərlər çoxdur, çox oxunub. Hamısı da tarixdir bunlar. Bəli, mahnıların hərəsi bir-birindən gözəl mahnılardır. Hətta mən bir mahnı da bəyənirəm sizin repertuarınızdan. Bilirəm, getmisən, səni gözləməkdən, gözlərim dolur. Çox gözəl. O əsərdir, o açığı, mən bir sözdüm, Nadir Əzimov musiqisidir. O artıq o qədər mükəmməlləşdi ki, onu konservatoriyada dərslik kimi keçirlər. Vokalist kimi. Yəni onu hər adam, mən oxuduğum mahnıları hər adam oxumur. Oxuya da bilmir. Bacarmır da. Yaxşı gerilə bacarmır. Yəni hamı dilinci dalıcan gedir də. Amma mənim oxuduğum mahnılarda həm böyük sözlər var, həm böyük ürək var, həm gözəl melodiya var, həm ona qulaq asırsan, həm qəmlənirsən. Bir də ki, mahnı insanı yerə keçmiş aparsın. Aparsın, səni tərbiyə eləsin mahnı. Mahnı insana tərbiyə verməlidir. Səni gələcəyə aparmalıdır. Səni həyatda sevgi, məhəbbətin nə olduğunu aşılamalıdır. Bu illər ərzində bu sənət sizə nələri qazandırdı? Əlbəttə, bu illər ərzində mən Allahıma minnətdaram, insanlığa minnətdaram, ətrafıma minnətdaram, dostlarıma minnətdaram, elə xüsus ailəmə minnətdaram, xanımıma minnətdaram, oğlanlarıma minnətdaram ki, bunlar məni sevdilər, saxladılar əldə. Yəni, bunlar qoymadı, imkan vermədi ki, mən pis yola gedim, pis musiqi oxuyum, keyfiyyətsiz musiqi oxuyum. Yəni, musiqinin, yenə deyirəm ki, ən böyüklüyü ondadır ki, sən onu çox düzgün, dolğun ifa edirsən. Və mənim də oxuduqlarım bu illər ərzində hamısı bir-birindən gözəl əsərlər olub. Bunu da mənə xalqım verib, millətim verib, dövlətim verib, bunu mənə ailəm verib, dostlarım verib. Yəni, çox böyük dostlarım var mənim. Mənim o dostlarım qədər heç kəsin dostu yoxdur. Hamısı hər zaman qulluğumdadır. Hamısı məni eşidirlər. Hamısı mənə sevgi, məhəbbət yağdırırlar. Allah can sağlığı versin hər birinə. Zaur bəy, həyatınızdan yeni bir kitab yazılsaydı, o kitabın adı nə olardı? O kitab yazılıb mənim haqqımda. Dilbərə dedim ki, o var. Gözəl bir kitabdır. Lazım olsun deyə göstərərəm, verərəm. Bəli, baxarıq o kitaba, böyük məmnuniyyətlə. Çox gözəl bir kitabdır. Abdullah Qurbani onu yazıb. Orada da inan Əhməd Bakıxanovdan başlayır. Bütün sənətkarlar, hamısı mənim haqqımda, yəni arıq, cılız, 17-18 yaşında olan cavan haqqında gözəl sözlər deyilib, gözəl fikirlər söylənilib. Mən də bununla əlbəttə özümü xoşbəxt sayıram ki, ilahi gör mənim nə qədər ətrafım, nə qədər dostlarım, nə qədər mənim qulaq asan insanlar olub və bu gün də var. Yəni bu gün də hara gedirəm, mənə çox böyük hörmət göstərilir. Artıq mən özüm ağsaqqalam. Yəni bu sənətdə 50-60 ildir bu sənətlə qidalanıram. Bu sənət mənə yazsın, demək olar ki, vermədiyi heç bir şey qalmıyor. Nə istəmişəm, hər şey var mənim üçün.